Hər kəs salam. Bugün Azərbaycan filmlərində baş vermiş ən gülməli və ən maraqlı hadisələrə baxacağıq. Videonu bəyənib kanalımıza abunə olmağı unutmayın. Getdik. Çoxdandır televiziya əfsanələrini çəkmirdim. Mən dedim ki, gələrsən, gəlməzsən mən səni işlə demirəm. Get, yolun açıq olsun. Yolun qırağı ilə get, orta ilə get. Yolun qırağı ilə get deyir, orta ilə getmə. Orta ilə getsə nə olar ki? Amma maşın vurar da hər halda. Yolun qırağı ilə get. Məntiqlə düşün dedi amma. Bəli. Orta ilə niyə getməsin? Maşın vurar. Qardaş, mən dəqiqə o kostyumu mən də geyinib gəlib otura bilərəm. Amma içindəki adam olsun çıxsın. İçindəki quş olub çıxmasın. Nə olub çıxmasın dedi. İçindəki deyir quş olub çıxmasın. Bunun nə məntiqlə düşün dedi. İçindəki deyir quş olub çıxmasın. Deyəsən puç dedi. Nə bilim tam eşitmədim amma. O elə nəsə bilir ki, gəlib orada kostyumda oturub da. Bayquşlar da Benfica rəmzi. Qartallar. Qartallar. Bu qartalın dimdiyi nəzi gözünü çıxartdıq. Qarabağın rəmzi nədir? Kəhərat. Kəhərat orada 3 qol vurdu. 3 dəfə belə şahay qalxdı kişnədi. İya! 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 Qarabağ neynədi orada? Həqiqətən 3-2 udub deyəsən Qarabağ. Deyəsən yox, udub Qarabağ 3-2. İnternetdə bax da çox paylaşımlar olundu həmin gün. Amma futbola həvəsim olmadığı üçün mənə çox da maraqlı gəlmədi. Yenə də bu bir qalibiyyətdir, bu bir zəfərdir. 2 gün danışıb qıraram deyə düşündüyüm şəxslə gəldiyimiz nöqtə. Özüm deyirəm. Xahiş edirəm, mən onsuz dura bilmirəm. Xahiş etdim sizdən. Hər birinizdən mən dönə-dönə tamaşaçı bunu kəsin. Canım qanım belə olmadı, nədən gəlsin? Nə olar qurban olum gəlsin. Bu ağlayır yoxsa gülür? Yəni ağlasa gözündən yaş tökülərdi onun. Ayaqları inansın, dönədən gəlsin. Zahir bəy, gəlin. Məzahir üçün ağlayır bu belə. Məzahir üçün özünü cırır. Yüzünüz göstərilmir. Başına dönüm, sən üç falan canı gəlsin. Məzahir bəy, yüzünüz göstərmir, gəlin. Yüzünüz... Yox, qızı da gəl. Məzahir gəl çıx da. Məzahir bəy, yüzünüz göstərmir. Məzahir bəy, yüzünüz... Məzahir heç qorxudan gələndir ora. Məzahir bəy, yüzün göstərmir. Çox pis ağladı həqiqətən. Yəqin ki, Məzahir buna layiqdir. Nə oldu? Sən burada namaz qılmısan Mehriban. Qiblə hansı tərəfdədir? Mən ora birdən Allaha yalvarım. Təşəkkür. Axşamı xeyir olsun. Zad müəllim bizə bu şəraiti, bu belə deyək də qayğını Zaur sual verdi, nəsə söhbəti fırlatdı. Çox qəribə. Biz hardayıq? Biz tamaşaçıların nəzərinə çatdıraq ki, biz Şəkinin ən qədim Buna baxmışam. kəndlərindən biri, həm də fərqli adı olan biri Daşağıl kəndindəyik. Yəni aşağı Daşağıl kəndi. Bu Daşağıl kəndi iki ərazidə. Mən bu cür kənd adını ilk dəfə deyəni eşidirəm. Bu cür kənd olarmı? Çox maraqlı gəldi. Araşdırma eləmək lazımdır məncə. Dayday xırda gülür. Oğuzda var, həm də Şəkidə var. Baş Daşağıl Oğuzdakıdır, aşağı Daşağılda Şəkidəki. Niyə bunları ayırdılar? Elə birləşdirərdilər bir yerdə bir Daşağıl olardı da. Həqiqətən qeyri-adi kənd adları çoxdur. Kimi bəlkə də bu show biznesi demirəm, bəlkə Azərbaycanda əsəbi bir adam yox. Deyək, əsəbi bizimsə dağda stol təpik Sözüm şəhsisən, Musa əsəbləşib. stol təpikləyirəm də Allah. Mülayim adamam. Kimin üstünə əsəbləşib bu görəsən? Gözəldir. Mən tanıyanlar bilirsin, mən uşaqla böyüyəm. Alo. Alo, salam aleyküm Münəvvər xanım. Aleykümselam. Mənim adım Qədirdir. Yaşınızı deyin. 67 yaşım var. Bürcünüzü bilmək olar. Oy, bürcünü də soruşur. Yaşını soruşdu, bürcünü soruşur. İndi deyəcək maşınım var, evim var. Mən apreldə Qoç bürcü. Mən də Qoç bürcüyəm. Vallahi heç yeri deyildi axı dedim də. Mart balıqlar bürcü. Ondan sonra noyabr əqrəb. Bir də Oxatan bürcü. Bu 4 bürcü istəmirəm. Bürcün nə mənası var ki? 67 yaşı var, pensiya alır, pul onda var, dövlət onda. Ged yaşa da nə istəyirsən? Oxatan bir də əqrəb. Qoç, oxatan əqrəb olmasın. Eləmə qoça. Qoçdur. Yox. Bu 4 bürc buna neyniyib ki? Bayılda nə bilim harda yatır. Yox. Davakar olurlar. Yox. İnanıram görmüşəm. Köhnə dövrün adamları belə şeylərə necə inanır axı?
Yazıq kişi zəng elədiyi üçün peşman oldu deyə. Siz Azərbaycanda mətbəxdən hansı yeməkləri dadınız? Aslında isimleri farklı. Benzer bir Türk kahvaltısına... Sözsüz ki. Ben Pomidor yumurta yedik sabah. Pomidor yumurta. Menemen deyirsiniz de. Menemen, soğansız, bibersiz menemen. Çok beğendik. Sizin domates... Türkiyədən gəlib və YouTuberdi bunlar. Bəli. Birinci gördüyümdə elə bildim montaj falandı. Yəni süni intellekt falandı, inanmadım. Sonra Orkun İctimai, yəni bu şəxs paylaşmışdı öz kanalında. Oradan izlədim, gördüm ki, gerçəkdir. Həqiqətən də Azərbaycana gəliblər. Karışık kebap yedik. Ne yedin? Karışık kebap. Karışık kebap. Her şeyden Beni yedik. hiç çağırmazsınız. Oturak karıştırak alemi. Çıkışta gideceğiz, bekleriz. Ay be. Maksat nedir? Bak niye geldiniz Bakıya? Ne sebepten? Sokak lezzetleri videosu yapıyoruz aslında. Bir videoya görə Türkiyədən durub gəliblər Azərbaycana. Bax belə başlayır. Əti doğrayıb dikinə. Başladı möhtəşəm şeirlər. Kimin nə kimə sözü varsa Nəsə dili dolaşdı biraz. belli, ev belli, ünvan belli. Ölkəmizdə televiziya əfsanələrinin 18-ci hissəsinin sonuna gəldik. Ümid eləyirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə, videonu bəyənib aşağıdan kanalımıza abunə olmağı unutmayın. Gələn videolarda görüşmək ümidi ilə. Sağ olun, sevilirsiniz.